məğlubiyyət oldu. Belə deyək də, ümumiyyətcə bu günlər boyu düşünürəm ki, doğru hazırlaşmışdıq rəqibə. Sadəcə ən belə gözlənilməməz yaxşı olmayan məqamlardan biri oldu ki, tez qol buraxdıq və o biraz planlarımızı pozdu. Yəni deyim ki, qol vurmaq problemimiz var. Mən düşünürəm ki, bugün hətta %100'lük gol epizodlarımız da oldu ki, hardakı nə deyim, vura bilərdik, amma vura bilmədik və sonra qol buraxdıq. Bu biraz belə deyək, bitiriciliyi üzərində daha çox işləməliyik, daha çox diqqət eləməliyik. Son belə deyək, son o həlledici zonada biraz daha soyuqqanlı olmağa çalışmalıyıq. Belə olacağı təqdirdə düşünürəm ki, nəticələr də fərqli ola biləcək. Çünki belə deyək, milli səviyyəsində ümumiyyətcə biz elə komandayıq ki, bəzi epizodları belə deyək, boşa verə bilmərik. Çünki sonra başımız ağrıyır gördüyünüz kimi. Amma yəni bir tərəfdən də yavaşlıq oyunu idi. Yəni məşqçimiz də yeni sxemlərə baxırdı, yeni oyunçulara baxırdı, nəyin necə olacağına baxırdı. Gənc oyunçular bu gün meydana daxil oldu. Onlara da biz belə deyək də köməklik eləyirik komandaya uyğunlaşmağa. Onlar üçün də yeni təcrübə oldu. Və belə bu gün bu cür oyunlarda bəzən düşünürəm ki, səhvlər eləmək də faydalı olur komanda üçün. Sonra oturub analiz eləmək üçün ki, bunları bir daha təkrarlamayaq. Belə yəni oturub bugünkü oyunu da analiz eləyəcəyik və qarşıdakı Belarusla oyuna daha belə deyək, daha yaxşı çıxacağıq. Belə deyirsən gəncləşdirmə millidən gələcəyin komandasını qururuq, amma start heyətinə baxanda Şahrutdin kimi, Bədavi kimi, yəni yaşlı futbolçular, daha çox zədədən əziyyət çəkmiş futbolçular, yəni nə dərəcədə yəni düzgün səncə məsəl üçün qapıda Rıza dayansa, səncə daha gənc, daha təcrübə qazanması üçün, gələcək üçün uyğun olmazdımı? Belə deyək də, məşqçinin verəcəyi qərarlara, ilk 11-inə biz qərar verə bilmərik ona. Amma mən yəni sırf həm məşqlərdə, həm belə oyuna sonradan daxil olanlar, yəni gənc futbolçular da oldu bu gün meydanda. Belə deyək də, yeni futbolçular idi onlar, yəni milli komandaya ilk dəfə gətirilmiş. Ona nisbətən yəni belə deyək, yəni vurğunu ona eləyirdim ki, yəni biz də onlara köməklik eləməyə çalışırıq. Bu onlar üçün də yəni çünki çempionatda rəqiblər tamam başqadır, amma belə deyək, beynəlxalq arenalarda tamam başqadır. Yəni Haiti belə deyək, hə bəlkə top millilərdən deyil, amma yetərincə yaxşı milli olduğunu düşünürəm. Oynadığı futbolçulara baxsaq və harda belə deyək, yetişdiklərinə baxsaq, elə məsəl üçün o müdafiəçi onların 22 nömrəsi mənimlə bərabər Lansda olublar. Yəni bir otaqda qalmışıq ondan. Yəni Fransa futbolundan çox futbolçu. Yəni ona görə bütün bunları nəzərə almaq lazımdır və dediyim kimi bu hazırlıq oyunlarıdır. Burada səhvlər eləmək olar, səhvləri bağışlamaq olar, amma önəmli olan əsas oyunlarda seçmə mərhələlərdir, Millətlər Liqasıdır. Burada yəni daha da diqqətli, daha da nizam Milli sahəsində müvafiq oynadı, fərqli atmosfer, necə dediyinizdə Qazon Azərkeş. Mən bəyəndim, sözün açığı Qazonu da bəyəndim, stadionu da bəyəndim, atmosfer də çox gözəl idi. Azərkeşlərimizə sağ olsunlar bu belə deyək bayram ayında, bayram günündə gəldilər, bizi dəstəklədilər. Əlbəttə ki, istəyərdik ki, biz onları sevindirək. Amma bu futbolda olur. Dediyim kimi tam da pis oynadıq deyə bilmərəm. Müdafiədə və belə deyək, keçid fazasında hardasa boşluqlar verdik. Amma ümumi belə topla baxırdım ki, yəni uşaqlar oynamağa çalışırdılar, epizodlar yaratmağa çalışırdılar və belə deyək, neqativ məqamlar var idisə, hardasa bir pozitiv məqamlar da var idi deyə düşünürəm. Növbəti oyun Belarusa qarşıdır. Yəni onlar da böyük hesablı qələbə qazanıb gəlirlər Bakıya. Millinin məqsədi nə oldu? Yəni yenə də böyük hesabla məğlub olmamaq, yoxsa ümumiyyətlə məğlub olmamaq. Ümumiyyətcə biz böyük hesabla məğlub olmaq və yaxud kiçik hesabla biz məğlub olmaq barəsində milli səviyyəsində olanda adı olur yoldaşlıq oyunu. Amma ki, əlbəttə ki, hər bir komanda düşünürəm ki, qələbə üçün çıxır. Çünki belə deyək də, bəzi futbolçular var ki, hansılar ki, milliyə dəvət alınırlar. Onlar belə deyək, dincəlirlər və yaxud klublarında hardasa 1-2-3 gün boş vaxtlar olur. Biz burada gəliriksə maksimumuzu veririk və istəyirik ki, sonda da belə deyək, bəhrəsini görək və yəni inandırım sizə ki, yəni mən bu uşaqlarda görürəm ki, yəni milli üçün daha çox can yandırmağa çalışırlar. Sadəcə dediyim kimi yeni sxem idi bu gün, yeni belə də yeni oyunçular var idi. Hardasa hə, sizlə razıyam. Bəlkə klubunda az oynayan futbolçular da olub, amma bu yəni göstərici deyil. Yəni bu oyunlar elə sırf komandanı gələcək əsas oyunlara hazırlamaq üçündür.
Start yerində birdən-birə 7 Qarabağın oyunçusu və 3 oyunçu da Qarabağda oynamış. Yəni 10 oyunçu bir-birimizi daha yaxşı tanıyırıq. Yəni normalda daha Qarabağ belə deyim futbol oynamaz. Yəni həmin o nə fərq var ki, məsəl üçün Qarabağla milli? Yəni nəzərə alsaq ki, 10 dənə oyunçu Qarabağın oyunçusu. Və belə deyim də, o sual artıq baş məşqçiyə idi. Mən siz deməyərək ki, mən heç düşünmürdüm bu barədə. Yəni ki, heç fikir vermirdim kim Qarabağda oynayır, kim Neftçidə, kim Vətəndaşda. Bu artıq yəqin baş məşqçinin bir qərarıdır. Amma mən düşünmürəm ki, ona görə səhv qərar verdi. Yəni kimsə Qarabağda oynayır, kimsə harda oynayır. Kim daha yaxşı hazır formadadır, kimi belə deyək, yoxlamaq istəyirsə, kimi görmək istəyirsə, onu da belə deyək, beynində olanları biz bilmirik. O belə böyük məşqçidir, böyük təcrübəsi var. Bu sualları düşünürəm ki, ona ünvanlansa daha yaxşı olar. Biz sadəcə onun dediyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Son sual olsun mən tərəfimdən. Özün vəziyyətin, Nürnbergdəki vəziyyətin. Son vaxtlarda sənin haqqında belə dedikodular var. Nürnbergdə qalmaq, getmək, start heyətini çıxmaq, məsəl etmək. Məsələn, necədir vəziyyət? Getmək barəsində onsuz da artıq düşünmək gecdir belə baxanda, amma yəni getmək düşüncəsi də belə deyə olmamışdı. Yəni dediyim kimi mən bu barədə bayaq sizlə də danışanda dedim. İnşallah düşünürəm ki, mənə elə gəlir ki, tək sualımız bu deyil, çox suallarımız var. Çünki çox dedikodular çıxmışdı. Amma sizə söz verirəm ki, yayda bu barədə mütləq danışacağam. Sadəcə sizə onu deyim ki, yəni deyilənlərin çoxu həqiqəti əks etdirmir və mənim problemim futbol deyil. Futbolla bağlı problem yaşam. Türkiyə elementar mümkün deyil. Yəni Darmstadtla son oyunda 90 dəqiqə meydanda oynayıram və sonradan birdən 18-yə düşmüşsən. Yəni. Məşqçi problemi var. Yox, yəni məşqçi problemi də olduğunu düşünmürəm. Yəni futbol bugünkü gün biraz dəyişib əslində. Biraz hərə belə deyək, öz xeyrinə gedir. Bu da normal bir haldır. Mən yəni heç kimdən incimirəm və yaxud küsmürəm. Amma dediyim kimi, yəni heç zəmində də olmadım. Meydandan kənar amillər var, deyilmi? Mən yəni futbola aid problem yoxdur. Var. Mahir, məğlubiyyətdən danışdıq, məğlubiyyəti qoyuruq bir kənara. Yəni komandada bir mübarizə ruhu, milli ruh görə bilmirik biz bu gün. Sanki futbolçular fərqində deyir ki, Azərbaycan millisinin formasını daşıyırlar. Bu nədən irəli gəlir? Yəni kənardan belə görünür. Bəzən öz-özümə də deyirəm belə suallar ünvanlarında. Əfsuslar olsun ki, siz bizlə soyunub yerin otağında olmursunuz, bizim danışığımızı eşitmirsiniz. Burada inandırım sizə, yəni milli ruh və s. bunlar rol oynamırlar. Sadəcə dediyim kimi, bu futboldur, hamı qələbə qazanmaq istəyir. Ölkə üçün oynamağın qürurunu, yəni sizə sözdən ifadə eləmək, yəni düşünün, bugün Nürnbergdə tək-tük futbolçular var ki, milliyə gedirlər. Onlardan da biri mənəm. Yəni bu futbolçunun özü üçün çox böyük bir göstəricidir, çox böyük bir qürurdur. Benim ölkəmdə 50 dənə, 100 dənə futbolçu varsa, onlardan biri sənsən və formanı daşımağın qüruru tamam daşımaq. Yəni, mən bunu sırf milli ruha və milli deyil, keyfiyyətli futbolçuları var. Hardasa bəzi birəbir mübarizələri uduzduq, belə deyək, səhvlərə yol verdik müdafiə fazasında. Ki dediyim kimi gol vursaydık bəlkə tamam fərqli oyun olardı. Və siz özünüz də gördünüz ki, yəni %100'lük gol epizodlarımız da oldu. Sadəcə düşünürəm ki, biraz soyuqqanlılıq çatmadı o epizodlar. Bir də azarkeşlərlə bağlı deyəcəm, Mahir. Sumqayıt futbol şəhəridir, amma bu gün tribunada heç 3000 azarkeş yox idi. Bakıdakı oyunlarda da millinin oyunlarına azarkeşlər gəlmiş, sanki küsüblər. Bunun günahını özünüzdə görürsünüzmü? Nəticələr verdiyiniz oyundan. Belə deyək də, xüsusilə də Millətlər Liqasında düşməyimiz, aşağı qrupa düşməyimiz biraz belə deyək də, ola bilər ki, azarkeşlərimizi küstürüb. Amma dediyim kimi, bugün biz olmayacaq, başqa futbolçular olacaq. Milli onsuz da bizim ölkəmizindir, sizindir. Yəni başqa futbolçular da ola bilər. Yəni yenə siz gəlib dəstəkləyəsiniz, yenə biz gedib onları dəstəkləyəcəyik. Bu ölkəmiz